Deməli uşaqlar 2022-ci ildə qəbul imtahanında istifadə olunan sualdır. Lalənin işlənmə məqamlarına əsasən uyğunluğu müəyyən et. Deyir qoşma, bağlayıcı və zərf sözlərdən leksik şəkildə. Atlar çayın sahilindəki dar cığırla gedirdi. Nə ilə gedirdi? Cığırla. Nə ilə, kim ilə sualına cavab verirsə nə olacaq? Qoşma. Yəni 1-ə A. Sonra həmin il dayılarım anam və bacımı kəndə yola saldı. Bu nə oldu? Bağlayıcı. Əgər yerinə və-ni artıra bilirsənsə olacaq bağlayıcı. Sonra külək vıldaya əsir. Daşla döşənmiş küçələri nə ilə döşənmiş? Daş ilə. Bu da oldu qoşma. 1-ə olacaq C. Sonra güclə közərən lampanın otağı işıqlandırmağa gücü çatmırdı. Necə közərən? Nə tərzdə közərən? Nə ilə demirsən ki? Oldu zərf cəldən leksik şəkilçimiz. 3-ə də oldu D variantı. Sözünü cəsarətlə deməyi bacaran. Necə, nə tərzdə? Cəsarətlə. Bu da oldu zərf cəldən leksik şəkilçi. Deməli uşaqlar, variantlara baxsaq 1AC, eləmi? 2B, 3D, Y. Cavab oldu B variantı.